get konstitusiyanı dəyiş, mən sənə etibar etmirəm. Çünki sən etibarı, etimadı 30 ildə itiribsən. 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra dedi ki, çıxart qoşunlarını, əldə olunan 10 noyabr birgə bəyannaməsinin maddələrini yerinə yetirmədi. Üstəlik də qoşun növləri göndərdi, piyada əleyhinə minalar göndərdi. Son 2020-ci ildə 3 il ərzində yenə də etimadı itirdilər. Ona görə də Azərbaycan prezidenti Cənab İlham Əliyev bu siyasətini obyektivdir, prinsipialdır, dəstəkləyirik də. Bu məsələdə, yəni bizim Ermənistana inanmırıq, bunu dəyişsinlər, öz sənədlərində hüquqi əsaslarla, hüquqi bazada dəyişsinlər, oradan çıxarsınlar ki, Ermənistan Qarabağa hər hansı bir ihtiyacı yoxdur, Qarabağ Ermənistan ərazisi deyil, bu məsələlər qanunvericilik bazasına çıxarılsın, Ermənistan Konstitusiyasının istinad etdiyi müstəqillik bəyannaməsinin preambulasında Qarabağ Ermənistan ərazisi kimi təsdiqli olundu 1988-ci ildə, onu çıxarsınlar, onda baxarıq sülh müqaviləsinə. İndiki bilirsiniz, bu sülh mətni deyirək ki, bu çərçivə sazişidir. Aydın məsələdir. Bəli, ümumi razılaşmaların kağıza köçürülmüşü yekun deyil. Çərçivə sazişidir. Sülh sazişi üçün konstitusiya dəyişməlidir. Minsk qrupu buraxılmalıdır. Biz deyilib, onlar o tərəflər. Bunlar hamısı aydın. İndi bax, bütün bunlar... Deyirlər, yaxşı, məsələn, Putin deyir ki, mən atəşkəsə razıyam, amma şərtlər, deyir, hələ vaxta var. Nikol Paşinyan da deyir ki, mən sülhə razıyam, amma konstitusiyanda sonra dəyişərək ki, sən 2026-cı ildə birdən devirdilər axı, Koçaryan, Sarkisyan. İndi bax, yenə bura gəlib çıxırıq. Bəli. Doğrudan da mı, siz necə düşünürsünüz? Belə bir situasiyada 3-cü müddətə və ümumiyyətlə 3-cü müddət də olmasındır, hansısa formada hakimiyyətdə qalmağa Paşinyanın şansı varmı? Yəni bu, bax, görürsünüz, bayaqdan biz danışırıq və çox qəliz bir situasiyadır. Həm geosiyasi nöqteyi nəzərdən nəzərə alsaq ki, yenə də bunu mən vurğulayıram, Trump vaxtı ilə onun indiki müxalifətində əlaqələri olan, onlara kompliment edən hər kəsdən qisas alır. Yəni, adicə Oval ofisdə məlum o Zelenskini o formada aşağılamağın özü də bir qisasçılıq var idi ki, o da gizlətmədi də. Məhz Makronun özünü hansı formada qarşıladı. Nikol Paşinyan da qəbul edəməyib. Neçə gün Amerikada oldu, qəbul edəmədi. Bu məqamda Paşinyan və Trump və Putinin yəni siyasi hakimiyyətdəki şəxs timsalında mövqeləri üst-üstə düşür. Bütün bunları nəzərə alanda, yəni Paşinyanın gələcəyi var. Təbii ki, yox. Təbii ki, yox. Amma bir məsələ üzr istəyirəm, amma Paşinyan da alternativ də yoxdur. Yox. Alternativ həmişə var. Həmişə var. Biz gözləmədiyimiz halda çıxardacaqlar, qoyacaqlar. O, yəni doğrudan da biz bayaq bir neçə dəfə qeyd eləmişik ki, Ermənistan əldə qayırma bir dövlətdir. Orada onların prezidentləri də kim istəyirlər gəlib qoyurlar. Yəni Ermənistan elə bir Rusiyadan tam asılı bir ölkədir. İqtisadiyyatı, sərhəddi, hər şey onun əlindədir, Rusiyanın əlindədir. Düzdür. Qərb onun qarşısında, Paşinyanın qarşısında məsələ qoymuşdu ki, Rusiyadan azad ol, Rusiyanın oradan çıxar. Buna gedirdi. Ancaq indi siyasi situasiya dəyişib. Dünya bölümündə Biden deyil, Trump gəlir. Trump da Putinin adamıdır. Putinin yaxınıdır. Putinin adamıdır. Laf o baltanın örtündə vurdum. Çünki artıq bunlar Məhmət mənim deyən ki, razılaşırlar. Cənubi Qafqaz Ermənistan məsələsi hesab edirəm ki, Rusiyanın ötəsinə buraxılacaq. Mən düşünürəm ki, buraxılmayacaq. Necə deyərlər ki, ona tapşırıblar. Son 2 dəqiqəmiz, Türkiyəyə tapşırıb. Yəni, bax, sizin dediyimizdən də yenə bu qənaət, bax, Trump da, Putin də Paşinyanı patoloji olaraq sevmirlər. Amma Türkiyə Azərbaycana hələ ki, obyektiv təhlil edəndə, bizə lazımlı adamdır. Siyasi mövqeyini müəyyən dərəcədə qoyaq, obyektiv təhlilə baxanda Nikol Paşinyan hazıra Türkiyədə Azərbaycana lazım. Çünki istədiyimizi buna diktə eləyə bilir və hara vurğunsa da onu qəbul edir, deyir razı.